qəhrəman olanlar var. Nə vaxtsa yəqin mən də belə bir qəhrəman olayım. İndi bayaq bir anlıqda Natiqin o sözü mənim ani bir dəqiqələrdə beynimdən keçdi ki, o vaxtı uşaq idi hələ, deyirdi ki, mən belə bir qəhrəman olacağım. Mən çox filmlərə, müharibəli filmlərə baxmışam, amma bugünkü filmdə nə aktyor oynamır, nə bayaq Dilarə xanım demiş, nə rejissoru var, nə prodüseri var, nə heç kim. Amma Sərvan müəllim qardaşoğlu dediyim bir oğlan bugün bu filmi o dərəcədə bizə təqdim etdi ki, üzr istəyirəm, mənim oğlumun hönkürtüsü, bacılarımızın hamısının qəhəri və Natiq Qasımovla bir yerdə döyüşüb 6 nəfər şəhid olan ailə üzvləri də buradaydı. Həmin Yaqub Rızayevin Natiqin komandiri, Ala Yaqub ləqəbli dedikləri bir vətəndaş komandir. Onun da qızı burada iştirak edir, filmdən təqdimatına gəlib Mingəçevir şəhərindən. Mən hər birinizə salamlayıram, hər birinizə təşəkkür edirəm ki, bugünkü gündə dəyərli vaxtınızı sərf edib Natiq Qasımovun filminin təqdimatına gəldiniz. Bizim üçün çox qürur verici oldu. Bütün ailə üzvlərimizlə biz Mingəçevirdən gəlmişik bu günlərin bura. Dilarə xanıma böyük təşəkkür edirəm ki, bu işin ərsəyə gəlməsində böyük dəstəyi olub və lazım olan orqanlara müraciət edib. Film ərsəyə gəlib və bugün də bu filmin təqdimatı oldu. Hər birinizə təşəkkür edirəm. Düzdür, filmdə çox əmək olanlar var. Mən onların hamısını